Dövlət İmtahan Mərkəzi 2026-cı ildə istifadə edəcəyiniz keçid ballarını elan elədi və həminki keçid balları əsasında siz ixtisas seçimi edəcəksiniz. Qeyd edim ki, imtahan nəticələrindən sonra abituriyentlər bu keçid ballarına baxaraq ixtisas seçimi edirlər. Universitetlər üzrə burada ixtisaslar qeyd edilib. Əyani, qeyri-qiyabi, mötərizənin içərisində olan ödənişsiz ixtisas, mötərizədən kənarda olan isə ödənişli olaraq, yəni pullu ixtisasların keçid ballarıdır. Bu keçid balları müəyyən qədər arta və yaxud da azala bilər. Təbii ki, siz ixtisas seçimi olanda bu keçid ballarına baxaraq seçim edəcəksiniz. Yaxşı olar ki, imtahan hazırlığında da bu ballara baxıb, yəni buna uyğun necə hazırlaşmaq lazımdır, balınızı artırmalısınız, azaltmalısınız. Buna diqqət eləsəniz faydalı olar. Amma daha önəmlisi odur ki, yəni keçid balları sizə bir istiqamət vericidir. Yəni heç kəs deyə bilməz ki, keçid balı 100% sən bunu keçibsən, 100% sən qəbul olacaqsan. Ona görə buradakı keçid ballarını ötməyə çalışın. Bundan daha çox toplayın ki, qəbul olma şansınızı artırasınız. Hər kəsə ixtisas seçimində uğurlar. İxtisas seçimi üçün bizə müraciət edə bilərsiniz. Nömrəmiz orada qeyd edilib: 077 761 2345. Hər kəsə ixtisas seçimində uğurlar, hər kəsə imtahan hazırlığında uğurlar. Dəyərlisiniz. Siz də fikirlərinizi rəylərdə yazın. Videonu bəyənib paylaşmağı da unutmayın. Sağ olun, salamat qalın.